Salam, hər vaxtınız xeyir olsun. Biz qaldığımız yerdən çalışmaların həllinə davam edirik. 7-ci çalışmada bizdən tələb etdiyi nədir? Uyğun ədədi ifadələr yazın və qiymətini hesablayın. Deməli, A variantında 1 və 3-ün cəminin 4-cü qüvvəti. Buradan alınan ifadə budur ki, 1 və 3-ün cəmini tapmalı, sonra isə 4-cü dərəcədən qüvvətini yazmalıyıq. 1 ilə 3-ün cəmi bizə 4, 4 üstü 4, nəticədə 256-nı verir. İkinci ifadə B variantında 5 üstü 3 və 2 üstü 4-ün fərqi. 5 üstü 3 və 2 üstü 4-ün fərqi. 5 üstü 3 125, 2 üzəri 4 bizə verəcək 16. 125-dən 16-nı çıxsaq 109 edəcək. C variantına baxırıq. 4-ün 5-ci qüvvətinin 2 ilə hasili. Deməli, 4-ün 5-ci qüvvətinin 2 ilə hasili yazırıq. 4 üzəri 5. Deməli, bizə verəcək 4 üzəri 5, 4-ün 5 dəfə bir-birinə vurulmasını tələb edir. 2 4-ün hasili 16, sonra 16 ilə 4-ün hasili 64-dür. Sonra 64 ilə 4-ün hasili bizə verəcək 256. 256 ilə 4-ün hasilinə baxaq. Bunları bir-birinə vursaq 4 6-nı 24. 2 yadda, 4 5-ini 20. 2 əlavə isə 2 yazırıq 2 yadda. 4 2-nin 8 üzərinə 2 yazsaq 1024. Demək ki, 1024-ü vurmalıyıq 2-yə. Bu da bizə verəcək 2048. D variantında 3-ün 5-ci qüvvəti bölünsün 27. Deməli, 3-ün 5-ci qüvvəti bölünsün 27. 3 üzəri 5, 243 edəcək. 243-ü 27-yə bölsək, görək cavab neçə alınır. Deməli, 243-ü 27-yə böldükdə cavab 9 dəfə edəcək. 9 7-nin 3, 6 yadda, 9 2-nin 18, digər 6 toplasaq 24 edir ki, fərqi 0. Demək ki, cavabımız 9-a bərabər olur. Növbəti çalışmamız 8-ci. İfadənin qiymətini hesablayın. 5-i 15-ə vursaq 75, 5-in kvadratı 25, bir-birinə bölsək cavab 3 edir. 4-ün kvadratı 16, 3-ü 16-ya vursaq 48, 48-i 6-ya bölsək cavab 8 edir. 12 sürətdə yazırıq. 3-ün kvadratı 9, 5 çıxsaq 4, 12-ni 4-ə bölsək cavab 3 edir. 15 sürətdə yazırıq. 2 üstü 3 8 edir. 4-ə bölsək 2 alınır. 2 ilə 3-ün cəmi 5. 15-i 5-ə bölsək cavab 3 edir. E variantına baxaq. 5 üstü 3 125 edir. 2 üstü 3 8 edəcək. 10 üstü 2 100 edir. 125 ilə 8-in hasili 1000 edəcək. 1000-i 100-ə bölsək cavab 10-a bərabər olur. Növbəti sualımız 3 üstü 4 81. 1 çıxsaq 80 qalacaq surətdə. 2 üstü 3 8 edir. 5-ə vursaq 40. 80-i 40-a bölsək cavab 2 edir. Keçək növbəti çalışmamıza. Deməli, birinci kəsirə diqqət eləyək. Birinci kəsirdə 5-in kvadratı 25, 4-ü 25-ə vursaq cavab 100 olur. 2 üstü 3 8 edir. 8-i 50-yə vursaq. Deməli, 8-i 5-ə vururuq. Öncə edir 40. 40-ın yanına 0 yazsaq olacaq 400. 100-ü 400 ilə 100-ə ixtisar aparsaq 4-də 1 edir. 2-nin kubu bizə verəcək 8. 4-də 1 ilə 8-i 8-də 1-i toplamaq lazımdır. 4-də 1 8-də 2-dir. 8-də 1 ilə toplasaq cavab 8-də 3 alınır. Keçək növbəti sualımıza. 4 ilə 2-nin nisbəti bizə 2 verəcək. 2-nin kubu 8 edir. 2 ilə 8-in cəmi bizə verəcək 10-u. 10-da 2-ni ixtisar aparsaq 2-yə 5-də 1 edir. Üzərinə 5-də 4 gəlsək 5-də 4-ü yazırıq. 5-də 1 ilə 5-də 4-ün cəmi 5-də 5 eləyir. Alınan nəticə 1-ə bərabərdir. Növbəti sualımıza baxaq. Deməli, 9-cu tapşırıqda hesablayın və müqayisə edin deyir. 2 üstü 4 alınır 16. 16 3 üstü kvadrat 9 edir. 16 ilə 9-un müqayisəsi böyükdür işarəsi ilə yazılacaq. 6-nın kubu bizə verəcək 216. 3 üstü 5 243. 216 243-dən kiçikdir olduğuna görə işarəni belə yazırıq. 2 üstü 3 bizə verir 8. 8-in kvadratı 64. 2 üstü 2 4 edəcək. 4-ün kubu 64. Burada cavab bərabər olur. Növbətiyə baxaq. C variantı. Deməli, 5-in kvadratı 25. 2 üstü 4 16. 25-dən 16 çıxsaq 9 edir. 16-nın kvadratında cavab
Deməli 5-in kvadratı 25, 2 üstü 4 16, 25-dən 16 saat 9 edir. 9-un kvadratı 81 olacaq. 5-in kvadratı 25, 25-i 5-də 1-ə vursaq alınan cavab 5 edir. Bunların fərqi bizə verəcək, deməli 76-nı. 4-ün kubu 64, 3-ün kvadratı 9 edir. 64 ilə 9-un cəmi 73 edəcək. Müqayisəyə gəlsək 76 73-dən böyük olur. Keçək digər varianta. 5-in kvadratı 25, 3-ün kubu 27, kiçikdir işarəsi olacaq. 7-nin kubu 349, 3 üstü 6 bizə verəcək. Deməli 3 üstü 5 243-dür. 3-ə vursaq 729 edir. 7-nin kubu 7 7-nin 49. Yəni bunu dəqiqləşdirək. 49 7-yə vursaq 9 7-nin 63. 6 yadda 28 343. 343 birincinin cavabı, digərinin cavabı 729 deməkdir, kiçikdir işarəsi olacaq. 5-in kubu 125, 3-ün kvadratı 9, 125-dən 9 çıxırıq, 116 qalır. 3-ün kubu 27, 2 üstü 2, 4 edəcək, 4-ün kvadratı 16, 27 ilə 16-nı toplasaq 40, 52 edir. Deməli 27 üzərinə gəlirik, 4 kvadratı 16. 30, 42, 43 edəcək. Deməli, 43 ilə digərini müqayisə etsək, nəticə böyükdür işarəsi ilə yazılacaq. Gələk növbəti sualımıza. Deməli, 4-ün kvadratı 16, 1 çıxsaq 15, 15-in kvadratı 225 edir. 11 ilə 1-in fərqi 10, kvadratı 100, məxrəcdə 2-nin kvadratı 4, üzərinə 1 gəlsək 5, 100-ü 5-ə bölsək 20. Bunların fərqi bizə verəcək 205. 9/6-nı 8-ə bölsək 1/2 edir. 1/2. 12-nin kvadratı 144, 9-un kvadratı 81, 225 edəcək. 225. Bunların hasillərini tapsaq, deməli 225-i vuraq 1/2-yə. Alınan cavaba diqqət edək. 2 5-in 10, 0 yazırıq. 1 yadda, 2 2-nin 4, 1 gəlsək 5, 2 2-nin 4. Digəri 125-dir. Bunları toplasaq 0, 0, 6, 7 edəcək. Digəri də 1 edir. Vergül bir vahid ədəddən solda yazılacaq. Bu da bizə 170-i verir. Bunların müqayisəsində işarə böyükdür işarəsi olacaq. Keçək digər çalışmamıza. Düzbucaqlı formasında olan parkın uzunluğu 2 üstü 7. 2 üstü 7 bizə verir 128 metri. Eni 5 üstü 3, yəni 125 olacaq. Deməli, ölçüləri qeyd edək. 125 metr enidir, 128 metr uzunluğudur. Parkın perimetri neçə kilometrdir? Hesablayaq. Perimetri hesablarkən düzbucaqlıda P bərabərdir 2 vurulsun A plus B düsturundan istifadə edirik. Deməli, 2 vurulsun 125 plus 128. 125 ilə 128-in cəmi bizə verəcək 253. 2-yə vursaq 6, 2 5-in 10, 0, 1 yadda 2 2-nin 4. Deməli, 2 5-in 10, 0 yazdı. 1 yadda 2 2-nin 4, 1 gəlsək cavab 5 edəcək. 506. Demək ki, perimetri olacaq 506 metr. 506 metr. Bizdən kilometrə çevirməyimizi istəyir. Metri kilometrə çevirərkən diqqət edin. 1 kilometr 1000 metr olduğuna görə metri kilometrə çevirəndə 1000-ə bölmək lazımdır. Demək ki, 506-nı 1000-ə bölərkən cavab olacaq 0,1000-də 506 kilometr. Digər hissəsinə baxaq. Parkın sahəsi neçə hektardır? 1 hektarımızın qiyməti 10.000 kvadrat kilometr olur. 10.000 kvadrat metr. 10.000 kvadrat metr. Kvadrat formasında götürsək 100 metrin 100 metrə hasil şəklində hesablanır və nəticədə 1 hektarımız olacaq 10.000 kvadrat metr. İndi sahəsinə baxaq. Demək ki,
Biz sahəni hesablayarkən 125 ədədini 128 ədədinə vurmalıyıq. 8 5-in 40 0 4 yadda, 8 2-nin 16 4 0 yazırıq. 2 yadda, 8 1-in 8 2 yazsaq 10 edəcək. 2 5-in 10 0 yazırıq. 1 yadda, 2 2-nin 4 1 yazsaq 5 edir. 2 1-in 2 yazırıq 2-ni. Digər üzərinə 125 gəlirik. Nəticələri toplayaq. 0 1 yadda, 4 5 6 eləyəcək. Sonra isə alınan cavabımız 16.000 kvadrat metrdir. Bunu da hektara çevirərkən deməli 5-ci sinif dərsindən yadımızda qalan kvadrat metri öncə kvadrat kilometrə çeviririk. Daha doğrusu kvadrat metri ara çevirdik. Sonra isə hektara çevirdik. Kvadrat metri ara çevirdikdə 100-ə bölürdük. Sonra isə hektara çevirdikdə yenidən 100-ə bölürdük. Qısaca 10.000-ə bölmək lazımdır. 16.000 ifadəsini 10.000-ə bölsən, sıfırların sayı qədər vergül sol tərəfə sürüşməli 1,6 hektara bərabər olacaq. Demək ki, sahəmiz 1,6 hektar olur. Keçək digərinə. Deməli, 11-ci çalışmada bizdən tələb etdiyi nədir? Samir, təbrik edirəm. Sabah bu açıqcanı 3 dostuna göndər mətnini yazdı. O məktubu bayram açıqcası qoşub elektron postla 3 dostuna göndərdi. Məktubu alanların hər biri xahişi yerinə yetirərsə, 4-cü gün açıqca neçə nəfərə çatar? Deməli, görüntü bu şəkildədir. 3 nəfər dosta gedir. Səhəri günü hər biri ayrılıqda 3 nəfərə göndərmiş olmalıdır. Bu şəkildə davam etsək, görürsünüz ki, birinci gün 3 nəfərdir, ikinci gün 9 nəfər oldu. Yəni 3 vur 3 və yaxud da 3-ün kvadratı şəklində. Davam edək. Deməli, 4-cü gün açıqca neçə nəfərə çatar? 4-cü gün olanda 3 üstü 4 olur. Bu da bizə 81 nəfəri verəcək. 4 gün ərzində açıqca cəmi neçə nəfərə çatar? 4 gün ərzində deməli, cəmi neçə nəfərə çatar? Onu hesablayaq. Birinci gün 3 nəfərə, ikinci gün 3-ün kvadratı 9 nəfərə, üçüncü gün 3-ün kubu 27 nəfərə, üçüncü gün daha doğrusu 4-cü gün 3 üstü 4, 81 nəfərə çatacaq. Bunları toplasaq, alt-alta topladıqda 3 ilə 27-nin cəmi 30 olacaq, 9 ilə 81-in cəmi 90, bunların cəmi isə bizə verəcək 120 cavabı. 120. Digərində cavabımız 81 olmuşdu. Gələk digər çalışmamıza. Deməli, hüceyrənin 2 hüceyrəyə bölünməsi mitoz adlanır. 2-yə bölünmə hüceyrələr inkişaf edərək müəyyən müddətdən sonra hər biri yenidən 2 hüceyrəyə bölünür. Mikroskop altında bu prosesi müşahidə etmək üçün Petri fincanı adlanan şəffaf qablardan istifadə olunur. Sualımızın ilk hissəsi belədir. Təcrübəyə başlayanda fincanda 24 hüceyrə var idi. Hər hüceyrə 1 saatda 2 hüceyrəyə bölünərsə, 1 saatdan sonra fincanda neçə hüceyrə olacaq? Neçə hüceyrə olacaq deyəndə, demək ki, hər biri bir əlavə hüceyrə yaratdığına görə nəticədə olacaq 24 vurulsun 2, 48. 3 saatdan sonra bizdən tələb edirsə, 3 saatdan sonra deməli, birinci saat sonunda 48 idi. İkinci saatda 48-i 2-yə vururuq, 96 olur. Üçüncü saatda isə 96-nı 2-yə vururuq, 192 olur. 3 saatdan sonra nə qədər hüceyrə olar deyirsə, 192 hüceyrə olacaq. Yeni mövzumuz sadə və mürəkkəb ədədlərdir. Sadə və mürəkkəb ədədlərdə mövzuların izahları haqqında məlumatınız var artıq. İndi isə çalışmaların həllərinə baxaq. Deməli, bizə verdiyi birinci çalışmada sadə və yaxud da mürəkkəb ədədin olduğunu müəyyən edir. Bunun üçün verilən ədədlərin bölənlərinin sayını bilmək lazımdır. Çünki sadə ədədlərdə 2 sadə ədədin 2 böləni, mürəkkəb ədədin isə 2-dən çox böləni olur. Sadə ədədlər. Deməli, 11 sadə ədəddir, 12 mürəkkəb ədəddir, 17 sadə ədəddir, 18 mürəkkəb, 41 sadə, 34 mürəkkəbdir. Yadınızda saxlayın ki, 2-dən başqa bütün cüt ədədlər hamısı mürəkkəb ədədlərdir. 43 sadə, 48 mürəkkəb ədəddir. Ardınca 59 sadə, 52 mürəkkəb ədəddir. 61 sadə, 66 mürəkkəb, 73 sadə, 78 mürəkkəb
ədəd olacaq. Keçək digər çalışmamıza. Riyaziyyat tarixindən verilən məqaləni özünüz diqqətlə oxuyacaqsınız. Bunun haqqında əlavə internetdən araşdırmalar da apara bilərsiniz. Çox gözəl, məntiqi izahlar vasitəsilə sadə ədədlərin təyin olunması üçün qaydalar verilib ki, onları öyrənsəniz, əslində 100-ə qədər olan bütün sadə ədədləri özünüz öz düşüncənizlə təyin edə biləcəksiniz. Etosfin ələyindən deyil istifadə edərək 100-ə qədər bütün sadə ədədləri tapın. Bütün sadə ədədləri yazanda gördüyünüz kimi 1-dən 60-a qədər artıq bizə verilən bütün sadə ədədlər var. Ardı üçün 60-dan sonra digər sadə ədədləri qeyd edə bilərik. Demək, 61 sadə ədəddir. 62 deyil, 63 deyil, 64 deyil, 65 deyil, 66, 67 ardınca gəlir. Sonra 68, 69, 70, 71 olacaq. 72 deyil, 73 olacaq. 74 deyil, 75 deyil. 76 deyil, 77 deyil, 78 yox, 79 olacaq. 80 deyil, 81 deyil, 82 deyil, 83 olacaq. 84, 85, 86, 87 deyil. 88 deyil, 89 olacaq. 90, 91 olur. 92, 93 olacaq. 94, 95, 96, 97 olur. 98, 99, 100. Bunların heç biri deyil. Demək ki, 60-a qədər verilən sadə ədədlərimiz yuxarıdakı sarı cədvəldə, ardınca digər sadə ədədləri isə burada qeyd etdik ki, bunların hamısını əzbərləsəniz daha gözəl olar. Deyək ki, hər boş xanaya uyğun 3 sadə ədədi müəyyən edin. 12-dən kiçik sadə ədədlər 2 yaza bilərik, 3, 5, 7. Ardınca 25-dən kiçikləri eyni ədədlər, həmin burada göstərdiyimiz ədədlərin hər biri 25-dən də kiçikdir, onları da qeyd edə bilərik. Əlavə məsələni göstərə bilərik. 11 olar, 13 olar, 17 olar, 19 olar və s. digərləri də mümkündür. 5-dən 17-yə qədər deməli 7 ola bilər, 8, 9, 10, 11 ola bilər, 13 ola bilər. Digərlərini istəsəniz özünüz araşdıra bilərsiniz. 11-23 aralığında 13 iştirak edir. 14, 15, 16, 17 ola bilər, 19 ola bilər. 20, 21, 22, 23-ün özü də elə sadə ədəddir. 8 ilə 19 aralığına diqqət eləsəz, 11 iştirak edir, 12, 13 olacaq, 17 olacaq, 19-un özü də həmçinin sadə ədəddir. Keçək digərinə 31 ilə 50 arasında. 31-in özü daxildir, sonra 37 daxildir. Başqa sadə ədəd götürə bilərik, 41 götürə bilərik, 43 götürə bilərik və digər ədədləri. Deyək ki, bölünmə əlamətlərindən istifadə etməklə ədədlərin mürəkkəb ədəd olduğunu əsaslandırın. 117 cəmi 9 edir, 3-ə bölünür deyə artıq 1-dən 117-dən başqa 3-ə də bölünməsi mümkündür. 242, 2-dən başqa bütün ədədlər biraz əvvəl qeyd elədim. Hamısı mürəkkəb ədədlərdir. 363 rəqəmlərin cəmi 3-ə bölünür deyə mürəkkəbdir. 801 yenidən rəqəmlərin cəmi 3-ə bölünür deyə mürəkkəbdir. 1, 1, 5 bunların cəmi 3-ə bölünmür, amma sonu 5 ilə bitdiyinə görə 5-ə bölünən ədəddir. Demək ki, 1-dən özündən başqa 5-ə də bölünür. 3441 deməli, rəqəmlərin cəminə diqqət etsək, 3, 4, 7, 11, 12. 3-ə bölünür deyə mürəkkəb ədəd olacaq. 9, 2, 7. Bunların da rəqəmləri cəmi 18 edir, ona görə mürəkkəb ədəddir. Keçirik digər çalışmamıza. Ədədləri 2 sadə ədədin cəmi şəklində göstərin. 8 3 ilə 5-in cəminə bərabərdir. 12 5 ilə 7 cəminə bərabərdir. 18 13 ilə 5 cəminə bərabərdir. 10 deməli 3 ilə 7 cəminə bərabərdir. 15 deməli 13 ilə 2 cəminə bərabərdir. 2 sadə ədədin hasili şəklində göstərin deyir. 69 31 ilə 3-ün 33 ilə üzrlə sayın 23 ilə 3-ün hasilinə bərabərdir. 77 7 və 11 hasilinə bərabərdir. 85 deməli
Dikkat edək, 5-ə bölsək 17 vur 5-ə bərabərdir. 121, 2, 11-in hasilinə bərabərdir. 143, 13 ilə 11 hasilinə bərabərdir. Deyir ki, növbəti çalışmamızda nümunələr göstərməklə fikirlərin doğru və yaxud yanlış olduğunu müəyyən edin. Hər bir cüt ədəd mürəkkəb ədəddir. Xeyr, çünki 2 sadə ədəddir. Bu yanlışdır. Hər bir tək ədəd sadə ədəddir. Xeyr. Misal 9 və s. 15 və s. göstərmək olar ki, bunlar da mürəkkəb ədəddir. Bu da yanlışdır. Sadə ədədlərin hasili mürəkkəb ədəddir. Sadə ədədlər götürək 3 və 5. Bunların hasilləri 15 edir. 15-in bölənlərinə diqqət edin. 1-ə, 3-ə, 5-ə və 15-ə bölünür. Demək ki, sadə ədədlərin ümumilikdə 4 böləni var. Ona görə də hasili mürəkkəb ədəddir. Bu doğru variantdır. 2 sadə ədədin cəmi mürəkkəb ədəddir. Misal 3 ilə 8-in cəmi mürəkkəb ədəddirmi? Doğrudan da 8 mürəkkəb ədəddir. Başqa ədədlər götürə bilərik. 11 ilə 13 24 edəcək. Bununla bağlı bir çox nümunələr yazmaq olar. Əgər bunların tərkibində mürəkkəb deyil, sadə ədəd tapsanız, bunu araşdırıb özünüz təyin edə bilərsiniz. Amma yazdığımız nümunələrə görə bu da doğru seçimdir. Diqqətinizə görə minnətdaram. Növbəti çalışmaların həllini inşallah tezliklə digər videolarımızda paylaşacağıq.